Aleyhisselam buyurur ki, Allah'a doğru ilk addım insanların haqqına riayət eləməkdir. İnne rabbeke lebil mirsad. Kur'an'da ayet var. Senin Rabbin puskuda dayanıb. Mirsad pusku deməkdir. İlla qiyamətdə bir döngə var ki, orada insanların haqları soruşulacaq. Haqlar. Bir ən çətin an budur ki, əli qaldıracaq, kimin bundan nə tələbi var gəlsin. Onda insan yerin altına girmək istəyəcək. Qeybətlərin hesabını cəmaat istəyəcək səndən. Danışdığın sözlərin hesabını, qəlb sındırmısan onların hesabını. Hamısını istəyəcəklər. Bir Arif deyirdi ki, Allah ərhəmər rahimindir oğlum, oğluna deyirdi. Allahla öz hesabın asan da olacaq, amma cəmaat ərhəmər rahimin deyil. Cəmaat rəhimlərin rəhimlisi deyil. Cəmaat haqqını istəyəcək. Özdə halal elə qardaşım, burada deyirləri. Nə gəldi eləyirsə o ki, halal elə qardaşım. Mən də deyirəm, mənə müraciət eləməyə heç ehtiyac yoxdur. Mən halal eləmişəm hamısını. Hamısını halal eləmişəm, amma yenə də axı, başqasının halal eləməklə deyil. Bir dənə söz danışırsan ki, 100 adam bir-birinə vurursan, 100 adamın ürəyinə şək toxumu səpirsən. Yaxşı, mən halal elədim, heç qapıma gəlməsən də olar. Mən elan edirəm yenə də, hamını halal edirəm. Amma orada bilmirəm. Orada deyəcək, halal elə qardaşım, deyəcək, deyən görə gətir bura namazlarından. Necə halal elə? Mənim saat bir namaza ehtiyacım var. Peyğəmbər soruşdu, müflis kimə deyirlər? Dedilər, mala əlindən çıxana, dedi, yox. Müflis o adamdır ki, savab dolu dəftərlə gələr qiyamət günü. Elədiyi cəmaata vurduğu ziyanların əvəzində birinə namazından verər, birinə orucundan. Deyərlər, qeybət eləmişsən, namazı verər, deyərlər, haqqını tapdalamısan, orucun verər. Axırda qalar əlboş qiyamət səhrasında. Əsl müflis adam bu adamdır. Əsl müflis adam bu adamdır. O ki, dilləri əqrəblər var, qəbirdə ilanlar var, nəmnələr var. Bəziləri də ateistlər filanlar ələ salır ki, bunların danışdığına. Elə bilir, o yerin altında gedən ilanlardan danışır. O əqrəb bilirsiniz nədir? Sancırdır ne kimsə sözündən. Onun qiyamətdə bir cəzası var qəbirdəki. Onun adını əqrəblə ifadə edir sadəcə. Onun təsəvvüründə sənin əqrəb yaxındır o əzaba. Əqrəb sancması. Onu əqrəb kimi ifadə edir, o sənin öz əməlində. Süfrəni qoyarlar qabağa, deyər, bu süfrəni hazırlamışsan, bunu yiyəcəksən. Qiyamət bu deməkdir. O əqrəb, yəni, həmin o sənin sancdığın ki, adamların qəlbində nə hal yaradır, onun əzabı özünə qayıdacaq, dillə qəbrin əqrəbləri. Yoxsa bu, gördüyümüz ilandan əqrəbdən deyil. O başqa bir şeydir. Bütün bunlara inanaq. İnanaq ona görə, o mənada yox ki, yəqin tapaq. Ehtimalla başlayaq. Əl-ləzinə yəzunnunə ənəhum mulaqu rabbihim. O kəslər ki, ehtimal verirlər ki, Allahı görəcəklər. Qiyamətə yəqinlə başlamazlar. Bir nəfər alimin yanına gəldi, mənim şəkkim var qiyamətə. Deyir, necə? Deyir, 50-50-yə. Deyir, xoşbəxt adamsan. 50-50-yə böyük şeydir. Sən 50-50-yə ilə başla. Va'bud rabbəkə hətta yətiyəkəl yəqin. Bəndəli elə ki, yəqinə satasan. Axırıncı gecədə İmam Hüseyin pərdəni çəkdi, göstərdi cənnəti. Sən şübhə ilə başla ki, bəlkə var, bəlkə yoxdur hələ. Yavaş-yavaş yəqinə getsən. Yavaş-yavaş işin düzəlsin. Şeyx Şuşləri çıxdı minbərdən, dedi ki, çıxdı oturdu minbərdə, belədir. Deyəsən, yanıq iyi gəlir elə bil. Cəmaatı da bilmirsiniz, yanıq iyi gəlir, o buna, bu ona durdular qaçmağa məsciddən. Sıxlıq yarandı qapıda, dedi, Cəfər Kəzzab, yalancı Cəfər özünə dedi, sizə deyir, yanıq iyi gəlir, durub qaçırsınız. 124 min sadiq Peyğəmbər deyir, yanıq iyi gəlir, yer üzdən tərpənmirsiniz. Ehtimal verin heç olmasa, 10% ehtimal bəsdir ki, adam hərəkətə gəlsin. Çalışan insan başqalarının qəlbini sındırmaya, axırıncı şeydir, hadisə danışım, yaxın tarixdəndir, sözümü tamamlayayım. Ayətullah Pirucirdi mərcəyi təqlid idi, çox əzəmətli bir adam idi, çox böyük. Onun qumda, ziyarətgahda qəbri də var, əzəmətli də belə bir adam olub. Yaşlı vaxtıdır, mərcəyi təqlid vaxtıdır. Deyir ki, özü ilə əhd bağlayıb ki, hasan əsəbləşsəm yersiz bir il oruç tutacam. Dərsdə deyir, dərs deyir, bir tələbə sual, bu danışdı, tələbə buna irad tutdu. İrad tutdu, bu cavabını verdi. Bu tələbə yenə əl çəkmədi, irad tutdu. 10 dəfə danışdı, o yenə irad tutdu. Yəni görsənir ki, böyle çək-çevirə salır. 10 dəfə deyir, bütün sinif görür ki, bu izah edir, o deyir, yox, filan şey, filan, filan. 10-cu dəfədən məsələn sonra, axır biraz əsəbləşdi ki, sən də dedim də sözü sənə. Çox da belə yox, bir-iki kəlmə belə əsəb
əsəbi şəkildə bir söz dedi. Vəssalam, bitdi. Onun tələbəsi var, Səfai. Deyir, gecə vaxt, axşam vaxtı deyir, adam göndərib. Gəl, tələsik, əlimdən nə iş var, qoy gəl. Getdim, deyir, o tələbə ki var ya, o da onun tələbəsi də Səfai. O da tələbə yoldaşım var ya, dərsdə mən ona biraz acı danışdım. Onun evi, deyir, evin ünvanını bilirəm, amma gecə evə gez gəlir, səhər sübhdən sonra çıxanda görə bilərik. Deyir, o əzəməti ilə o boyda kişi səhər deyir, durdu, gəldi, o tələbənin qapısını döydü, qapını açdı, gördü, dayanıb, büruzirdi, zamanın mərcəyi təqlidir. Deyir, gəlmişəm, üzr istəyəm, əlindən öpməyə gəlmişəm, əlindən öpəcəm, səndən halallıq alacam ki, dərsdə ilə danışdım səninlə. Deyir, xəcalətimdən ölərəm, mənim taqətim yoxdur, sən boyda adam mənim əlimdən öpə. Yox, deyir, əgər belə olmasa razı olmaram. Bu da deyir, mən mümkün deyil ona razı olmaram. Ona da and iç ki, məndən razısan. Deyir, and içdim Anon Zəhraya ki, sizdən razıyam, halal elədim. Deyir, ondan sonra qayıtdı. Bir il oruç tuturdu, özünə deyirdi ki, dad bu əzabı. Nəfsinə deyirdi, çətinliyi dad. Bir dənə adamlar bilir də, yolu bilən adamlar, aqibəti bilən adamlar bilir ki, insanların qəlbi ilə necə incə davranmaq lazım. Biz elə sözü sağa, sola, kimə gəldi, acı söz deyilən, keç üstündən keçmir. Bu ya aləmin bir qaydası, qanunu var. Bir dənə ürək sındırarsan, bir nəfərin qəlbini qırarsan, vallah çətin olar, sıxıntıya düşərsən. Cəmaatla işin olmasın. Yaxşılıq elə bacardığın qədər. Bacarmırsan, pislik eləmə, sözünlə, söhbətinlə, davranışınla ürək sındırma. Və çalış ki, yaxşılıq eləyəsən, çalış ki, insanlara xidmət eləyəsən.